Bəli, hər ikisi salamlar. Bu günləri Python suallarımıza başlayırıq. Python yəni suallara başlayırıq. Və ilk sualımız bu gün sizlərlə birlikdə bir for və veri işləmə üzrə olacaq. Sualımız belədir ki, bir listə həm string, həm də integer veri tipində verilər var. Misal, məsələn, bir integerdir, amma bir stringdir ki, dırnaq sənəsi yazmışıq. Yəni belə deyim, bu bir integerdir. Yəni Python bilirsiniz, təməli Python bilginiz varsa, bu bir stringdir. Bir integerdir, bu bir stringdir, bu bir integerdir. Burada ola bilərdi float da ola bilərdi, boolean da ola bilərdi, neysə. İndi mən sadəcə string və integer üzərinə gedəcəm. Amma sadəcə listdəki sayıları özlərinə vurub ekrana yazdırmalıyıq. Bizdən belə bir şey istəyir. İndi bu necə edəcək? Biz biz bir listə baxdığımızda burada integerlər görə bilirik ki, onsuz yəni birlər, bu 1, 3 və 5. İndi bunları biz sadəcə sayıları götürəcəyik. Bunları götürməyəcəyik çünki alma və armudu bir-birinə vursaq, sadəcə özləri alınacaq. Python işlədə bilər yaxşıca. İlk öncələ biz nələr işlədəcəyik bu yerdə? Biz burada for döngüsünü işlətməliyik. For və bu for döngüsünün içində də bir o integerlər seçmək üçün isintis işlətməli. Isintens artıq tərcümə edilirsə edə bilmədim. Xəttimi altı etməyin. Biz bunları işlətməliyik. Bəs necə edəcəyik biz bunu? Nə tərbi yol izləməliyik burada? Onu başa salmaq istəyirəm. Hələ indi isə kodlaşdırma ekranına keçdim. Burada gördüyünüz qədərlə list yazmışam. 1, alma, 3, armud. Yəni türkcədir bunlar, elma, armud, hər neysə. İndi type-ına baxaq. Type bir listdir əlbəttə ki. İndekslər açıda bilərik, istəsək 0-dan, 2-dən və ya 4-dən. For döngüsü atacağıq. Number adlı bir for döngüsü atacağıq. Və burada nə edirik deyəndə mən sizə. Burada ilk öncə qabaq elədiyimiz şey budur ki, bu anın içindəki hər şeyi number'ın içinə atırıq. Number 1 olacaq, alma olacaq, 3 olacaq, armud olacaq və 5 olacaq. Yəni burada etdiyimiz şey budur, yəni for döngüsü ilə içinə atırıq. For döngüsü ilə. Döngü davam edir, ta ki 5-ə qədər zatmışlar bildiyiniz şeylər. Hər neysə, bunu etdən sonra isə biz indi buradakı integer tipini almalıyıq. Bunun üçün nə edirik? Bir əgər number integer tipindədirsə, yəni bu mesajı almalıyıq biz. Belə bir if eləməliyik. Bunun üçün isintas işlədirik. Isintas artıq bunu özü də deyə bilərsiniz, mən deyə bilmirəm. Və bunu integer tipində olanları sadəcə integer tipində alırıq. Yəni integer tipindəkilərini alırıq. Çox da şey etməyə gərək yoxdur, hər neysə. Və bunları biz özlərinə vuracağıq, dediyim kimi incəndə. Və bunları özlərinə vururuq və print ilə yazdırırıq. Bu qədər sadə.